xeyir, xoş gördük sizləri. Mən Nail Axundova. Bugün sizlərlə 27 aprel 2025-ci il tarixində DİM-in 9-cu sinif şagirdləri üçün buraxılış imtahanında təqdim etdiyi riyaziyyat suallarının izahlarını paylaşacağım. Gəlin başlayaq elə birinci sualdan ki, suallar D variantının bu arada suallarıdır. Deyilir, ədədlərdən hansılar 2x kiçikdir bərabər 8 bərabərsizliyini ödəyir? Həll etsək, x kiçikdir bərabərdir 4-dən, yəni mənfi sonsuzluqdan 4-ə qədər olan bütün ədədlər. Onların arasında 2, 4 və 0 təqdim olunub. Cavabımız 1, 2, 5 olan C variantı. Çalışma 2. 2 zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən halların cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalını tapın. Bunu iki cür tapa bilərsiniz. Ya 1-dən çıxarsınız 6-dan kiçik olması ehtimalını və yaxud da ki, elə birbaşa 6-dan kiçik olmaması ehtimalını tapa bilərsiniz. Ən qısa variantı 1-dən çıxmaqdır. Nəyə görə? 6-dan kiçik olmaması ehtimalı üçün daha çox versiya var, 6-dan kiçik ehtimalı daha azdır deyə. Hansı ehtimallardır, hansı zər tutaq ki, ədəd hallarıdır? Bu 1-1-dir, 1-2, 1-3, 1-4, 1-5'i götürməyəcəm. Çünki zaten 6 olacaq. Bizə deyir 6-dan kiçik olmasın. Yəni 6-dan böyük olsun. 6-dan ta ki 12'ye qədər olsun. Götürərəm 2-1'i, 2-2'ni, 2-3'ü, artıq 2-4'ü götürməyəcəm. 3-1, 3-2 və 4-1'i. 2, 4, 6, 8, 10 dənə. 1-dən çıxaram 36-da 10'un. Bu bərabərdir. 36-da 26. 2-də ixtisar aparsam 18-də 13 variantı. Və yaxud da ki, elə 6 və 6-dan böyük ədədlər üçün hesablama apararam. Hansılardır? Bu qədəri tapsaz 36 versiyada düzdürmü? Siz bunları tapdınız. Cəmi 10 dənə idi. Geri 36-dan 10'un çıxırsınız. 26 dənə ki, eyni qapıya çıxır. Yenə cavabınız 36'da birbaşa 26 yazarsınız. Bu da bərabərdir. Yenə 18'də 13'dür. Çalışma 3. 2 tam 3'də 1 çıx, 1 tam 9'da 1 böl, 7 tam 3'də 1 plus 4'də 3 ifadəsinin qiymətini tapın. Yəni, əvvəlcə ortaq məxrəcə gətirək. 2 tam 9'da 3 çıx, 1 tam 9'da 1 düzgün olmayan kəsrə çevirsək 7 tam 3'də 1'i 7'də 22 plus 4'də 3. Bu ikisini çıxsaq 1 tam 9'da 2 bölməni vurma ilə ifadə etsəm 22'də 3, 1 də plus 4'də 3. 1 tam 9'da 2'ni 9'da 11 yazaram. 22'də 3 plus 4'də 3 bərabər. 11 ilə ixtisar getsə burada bir 2'miz, 3 ilə ixtisar getsə 3'ümüz, 6'da 1 ilə 4'də 3'ü topladıqda 12 ortaq məxrəcə gətsəm bunu 2'yə, bunu 3'ə vursam 2 plus 9 cavabımız 12'də 11'dir. Y variantı. Çalışma 4. Əbob 32-68 vur Əkob 32-68. Eyni ədədlərin əkobu ilə əbobunun hasili həmin ədədlərin hasilinə bərabərdir. Əbob AB vurulsun Əkob AB bərabərdir. Elə A vurulsun B. Yəni bu ifadə bərabərdir. 32 vurulsun 68. Bu da 2176'dır. D variantı. Çalışma 5. Tərəfi 10 olan kvadratın M və N nöqtələr uyğun olaraq BC və CD tərəflərinin orta nöqtəsi olarsa AM, NC. Yəni, baxın, bu dörd bucaqlının sahəsi soruşulur. Əgər verilmiş nöqtələr orta nöqtədirsə, ortadakı ümumi sahənin yarısına bərabərdir. Kənarlar ümumi sahənin 4'dən biridir. Orta ümumi sahənin yarısıdır. Birinci SABCD-ni araşdırırıq. Bilirik ki, kvadratın sahəsi tərəfinin kvadratı 100. SAMCN də bərabərdir. 100'ün yarısı cavabımız 50'dir. A variantı. Çalışma 6. 15x kvadratı y kvadrat böl a üssü 8 vur 2a böl 25x kvadratı y ifadəsini sadələşdirin. Sadə bir ifadədir. 5'i ixtisar aparsaq 3, 5'e bölsək
5 dəfə. X kvadratları ixtisar gedir. Y-lərin biri gedir, bir dənə Y-imiz qalır. A-ların biri gedir, 7-si burada qalır. Geriyə nə qaldı? Surətdə 1 2-miz, 1 3-ümüz, 6Y, məxrəcdə 5A üstü 7. Belə bir cavabımız A variantında. Çalışma 7. Verilmiş ifadəni küxadə şəklində göstərin. Gəlin birincini A üstə gəl, B-nin kvadratı kimi açaq. 4x üstü 4, üzərinə gəl 12x kvadratı y, üzərinə gəl 9y kvadrat, üzərinə gəl. Bu ikisinin də kvadratlar fərqi kimi çıxaq. Birincinin kvadratı çıx, ikincinin kvadratı. Bu bərabər 9y kvadratları gedir, geriyə qalır 8x üstü 4, üzərinə gəl 12x kvadratı y. Y variantı. Çalışma 8. Verilmiş ifadənin qiymətini araşdırmaq üçün birinci modul mənfi 7/5-dən 7/5, 3/3-dən də elə 3/3 çıxarıram. Böl 2, 4/2-ni 2-yə böldükdə cavabımız 2/1. B variantı. Çalışma 9. Verilmiş tənklər sistemindən 4y çıx x ifadəsinin qiymətini hesablayın. Baxın, gəlin birincini mənfiyə vuraq və tərəf-tərəfə toplayaq ki, y-lər islah olunsun. Burada y-lər islah olunur. Geriyə nə qalır? 3x mənfi 33-dürsə, ki, burada bir mənfimiz var. Bu birləşir bu cür. Tamam. X də bərabərdir mənfi 11. Gətirib birinci tənlikdə x-in yerinə mənfi 11 yazıram. Y bərabər deyilmi? 10 üstə gəl x. Bu da bərabər 10 çıx 11 mənfi 1. Bizdən 4y çıx x soruşulur. Bu bərabərdir. Y-imiz mənfi 1-dir deyə mənfi 4 çıx mənfi 11. Yəni mənfi 4 üstə gəl 11. Cavabımız 7-dir. C variantı. Çalışma 10. Qrafikə əsasən düz xəttin bucaq əmsalını tapın. Bilirik ki, düz xətt koordinat başlanğıcından keçərsə, o kx formasındadır. K, y-in x olan nisbətidir. y4, x 2-dir. Düz xəttin bucaq əmsalı 2-dir. B variantı. Çalışma 11. Radiyusu 19 olan çevrənin mərkəzindən 25 cm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Radius 19-dur, amma deyir çevrənin mərkəzindən 25 cm məsafədə olan nöqtədən, tutaq ki, A nöqtəmiz olsun, çevrəyə ən yaxın məsafə, baxın, budur, ayım. Ən uzaq məsafə digər uca qədər AK-dır. Bizdən ən yaxın məsafə soruşulur. 25-dən 19-un çıxırıq. Cavabımız 6-dır. D variantı. Çalışma 12. AD-nin uzunluğu 15-dir. AB-nin uzunluğu 7-dir. BC CD-yə bərabərdir. Ki, bu da x-dir, bu da x-dir. Bizdən BC-nin uzunluğu soruşulur. 2x üzərinə gəl 7, 15-dirsə 2x-imiz 15 çıx 7, 8-dir. X-ə bərabərdir. 8-i 2-yə bölürük, 4-dür. Bizdən də BC soruşulur. Cavabımız D variantı. Çalışma 13. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan azdır. Onlar həm 2-2, həm də 3-3 oturtmaq mümkün olarsa sinifdə neçə şagird var? 30-dan çoxdur, 40-dan azdır və 2-2, 3-3 oturmaq mümkündürsə, 2 ilə 3-ün əkobunu araşdırıram, 6 və 30 ilə 40 arasında 6-ya bölünən ədədi araşdırırıq. Cavabımız 36-dır. A variantı. Çalışma 14. Ölçüləri 3, 5, 8 olan düzbucaqlı paralelpetin tam səthinin sahəsini hesablayın. Bilirik ki, düzbucaqlı paralelpetin tam səthinin sahəsi 2 vur A vur B, A vur C, üstə gəl B vur C-dir. Xətti ölçülərindən biri 3-dür, biri 5-dir, digəri 8-dirsə 2 vurulsun 3 vur 5, 5 vur 8 plus 3 vur 3 vur 8. Bu bərabərdir. 2 vurulsun 15, üzərinə gəl 40, üzərinə gəl 24. 2 vur, neçə 39, o da 79. Cavabımız 158. A variantı. Çalışma 15.
Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə bütün qələmlərin 48%-ə çatdı. Tutaq ki, qələmlərin ümumi sayı olsun x. Vahidə x çıxılsın 39 qələm çatacaqsa, onda bizə deyir ki, Vahidə bütün qələmlərin, yəni x çıx 39 bütün qələmlərin 48%-dir. Yəni %48-ə çatıbsa, x çıxılsın 39 bərabərdir. 4-ə ixtisar aparsam, 12x böl 25 və çarpaz vuraram. 25x çıx, heç 25-i 39-a tam vurmaram, bərabərdir 12x. Bir tərəfə keçirib çıxsam, 25x çıxılsın 12x bərabərdir 25 vur 39, 13x bərabərdir 25 vur 39, x-də bərabərdir 25 vur 39-u bölürəm 13-ə. İxtisar aparsaq 13-ə 3 dəfə, cavabımız 75-dir. Bu 75-dirsə, deyir, nə qədər qələm var idi? 75 qələm varmış, D variantı. Çalışma 16. Verilmiş ifadənin qiymətini tapmaq üçün o ikisini eyni kökün daxilində yaza bilərik. Yəni, 6 üzərinə gəl, 2 kök altında 5. Vurulsun, 6 çıx, 2 kök altında 5. Kvadratlar fərqi kimi yığsaq, 36 çıxılsın 20. Bu da etdi mi? 4-cü dərəcədən 16. Bu da bərabər 4-cü dərəcədən 2 üstü 4, yəni 2-dir. Çalışma 17. Belə bir bərabər yanlı üçbucağımız olsun. Tutaq ki, adlandıraq. A-da B-dir. Bu da C olsun. Deyir, bərabər yanlı üçbucağın yan tərəfinə paralel orta xəttinin uzunluğu 4-dür. Tutaq ki, MN-imiz 4-dür. Üçbucağın perimetri 22-dir. Oturacağın uzunluğunu tapın. AC-nin uzunluğunu araşdıracaq. Bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısıdır. Yəni, BC 2MN-dirsə 2 vur 4, 8-dir. BC-də 8-dir. Növü bərabər yanlı olduğundan, elə AB-də 8-dirsə, AC-ni tapanda perimetrdən çıxırıq, 2 dənə 8-in, 22-dən 16-sını çıxırıq, cavabımız 6-dır. Çalışma 18. Y-in hansı qiymətində A və B nöqtələri arasındakı məsafə 2-yə bərabərdir. Bilirik ki, 2 nöqtə arasındakı məsafə kök altında 6 çıx, 4-ün kvadratı üzərinə gəl, y çıx 5-in kvadratıdır. Bizə deyir ki, bu məsafə 2-yə bərabərdir. Yəni, kök altında 4 üzərinə gəl, y çıx 5-in kvadratı bərabərdir 2-yə. Hər iki tərəfi kvadrata yüksəltsək, y çıx 5-in kvadratı 4-dürsə, sağlı sollu 4-lər islah olunur. Y çıx 5-in kvadratı 0-dırsa, hər iki tərəfdən kök alsaq, y çıx 5 0-dır, yəni y-imiz elə 5-dir. Çalışma 19. Kazım öz puluna 8 dəftər 5 karandaş və ya 6 dəftər 8 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Yəni, bir dəftərin qiyməti bir karandaşın qiymətindən neçə dəfə çoxdur soruşulur. Elə dəftərdə karandaşı K götürəcəm. 8 dəftər üzərinə gəl 5 karandaş bərabərdir. 6 dəftər üzərinə gəl 8 karandaş. 8 dəftər çıx 6 dəftər bərabər deyilmi? 8 karandaş çıxılsın 5 karandaş. 2 də bərabərdir. 3 kadsa D-imiz 3x-dir. K-ımız 2x-dir. Bizə də deyir, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Yəni, D bölünsün K. 3-ü böləcəyik 2-yə, cavabımız 1 tam 10-da 5 dəfə. Çalışma 20. Uşaq anadan olanda atası 25 yaşında idi. İndi onların yaşları cəmi 45 olarsa uşağın neçə yaşı var? Ata və uşaq. Əgər uşağın x yaşı varsa, atanın 25 üstə gəl x yaşı var. Onda onların yaşları cəmi x plus 25 plus x bərabərdir 45. 2x bərabərdir 45 çıx 25. Yəni 2x 20-dirsə x 10-dur. Bizdən də uşağın neçə yaşı var soruşulur. Cavabımız 10-dur. Çalışma 21. Verilmiş ifadənin qiymətini hesablayın. Kvadratlar fərqi kimi 48 çıx 32 vurulsun.
48 üzərinə gəl 32 bölünsün 21 çıx 19 vurulsun 21 üzərinə gəl 19. Bu bərabərdir. Sürət edir. 16 vur 80 məxrəc 2 vurulsun 40. 40 ilə 80-i ixtisar aparsaq 2 dəfə cavabımız 16'dır. Çalışma 22. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin işi, ikincidə 12 saat tez yerinə yetirir. Yəni birinci x-dir, ikinci x plus 12'dir. 1 bölü x üzərinə gəl, 1 bölü x üstə gəl 12 bərabərdir 8'ə 1. Ortaq məxrəcə gətsək, birincini x üstə gəl 12, ikincini x-ə vursaq, onda x üstə gəl 12 üstə gəl x bərabərdir 8'ə 1. Sadələşdirib çarpaz vursaq, x kvadrat üzərinə gəl 12x bərabər. Bu edirmi? 2x plus 12. 8'i vursam mənim nədə də 16x çıx, üstə gəl 96. X kvadratı çıxılsın 4x çıx 96'nı ayırsaq vuruqlarına x çıxılsın 12, x üzərinə gəl 8 sıfırdırsa x-imiz 12'dir və ya mənfi 8'dir. İş mənfi ilə ifadə olunmur. Əgər x 12 isə digərdə 24'dür. Bizdən birinci fəhlənin təklikdə bu işin nə qədər vaxtda yerinə yetirildiyi soruşulur. Cavabımız 12'dir. Çalışma 23. Düzbucaqlının bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Tutaq ki, bu olsun A, B, C, D. Bu da M. Tənböləndirsə 45-45 ayırır. Bu bucaqda 45'dir. Düzbucaqlının kiçik tərəfi 4'dürsə onun perimetrini tapın. Əgər yarıya bölürsə BM bərabərdir MC və növünə görə bu üç bucaq bərabər yanlı olduğundan AB eyni zamanda BM-ə bərabərdir. Yəni BM də 4'dür, elə MC də 4'dür. Onda belə çıxır ki, AD-miz 8'dir. Bizdən də perimetri soruşulur. 2 vurulsun 4 ilə 8'in cəmi. Yəni 2 vur 12 cavabımız 24'dür. Çalışma 24. Stolun üstündəki dik duran qələmə bu şəkli buradan çəkəcəm. Qələmi burada qoyublar. Adlandırıram A, B, C, D, Y. Demək, duran qələmə ondan 150 santimetr kənarda, bura 150'dir. Fənər tutularsa, qələmin arxasındakı divarda 48 santimetr uzunluğunda kölgəsi olar. Bura 48'dir, yəni BC 48'dir. Qələmin hündürlüyü bu 30'dur, yəni DY 30 olarsa, qələm ilə kölgə arasındakı məsafə, yəni YC soruşulur. Baxın, bu qədər məsafə soruşulur. YC-də x deyirəm. Onda belə çıxır ki, bu YC soruşulandır. 3 bucaq ADY oxşardır 3 bucaq AB C-yə. Çünki artıq burada bir paralellik var. DY-nin BC-yə nisbəti bərabər AY-nin AC olan nisbəti. Yəni 30 bölünsün 48, 150 bölünsün 150, üzərinə gəl x. Mənə lazımdır YC-ni araşdırım. Sağlı sollu 30'a ixtisar apararam 5 və tənasibi vursam 150 üzərinə gəl x bərabərdir 240. Onda x də bərabərdir 240'dan 150'sini çıxıram. Cavabımız 90'dır. Bizdən YC soruşulur 90. Çalışma 25. 22 şagirddən ibarət sinifdə yalnız Rus dili fənnindən məqbul alanların sayı yalnız İngilis dili fənnindən məqbul alanların sayından demək alanların sayından 3 nəfər azdır. Həm Rus, həm İngilis dili fənnindən məqbul alanların sayı 7'dir. Yalnız İngilis dilindən məqbul alanların sayını tapın. Baxın, gəlin belə bir Eyler-Venn diaqramını da göstərək, daha rahat olsun. Bu Rus dilidir, İngilis dilidir. Bu riyaziyyat çıx İngilis dilidir. Yəni, yalnız riyaziyyat olanlar, baxın bu hissədir. Bu yaşıl hissə. Mavi hissə yalnız İngilisdə olanlarda İngilis çıxılsın Rusdur. Orta Rus dili kəsişmə İngilis dilidir. Ümumi Rus dili və İngilis dilinin birləşməsidir.
Hamısı birlikdə 22 nəfərdir deyir. Və rus dili fənnindən məqbul olanların sayı yalnız ingilis dilindən məqbul olanların sayından 3 nəfər azdır. Yəni mən bunu x götürsəm bura, x çıxılsın 3-dür. Həm riyaziyyat, həm rus, həm ingilis dili fənnindən məqbul olanların sayı 7-dir. Yəni kəsişməsi 7-dirsə, yalnız ingilis dilindən məqbul olanların sayını, yəni x araşdır. Onda n r çıx i bərabərdir. X çıxılsın 3-dür. N r kəsişmə i bərabərdir 7-dir. N i çıxılsın r bərabərdir x-dir. N r birləşmə i də bərabərdir 22-dirsə. Onda x çıxılsın 3 üzərinə gəldi. 7 üzərinə gəldi. X 22-dir. 2x bərabərdir 18-dir. X 9-dur. X 9-dursa bizdən də elə n r İngilis dilindən. İngilis dili çıx, yalnız ingilis dili soruşulurdu. Cavabımız 9-dur. Bununla da biz sizinlə 2025 27 aprel tarixində DİM-in 9-cu sinif şagirdləri üçün buraxılış imtahanında təqdim etdiyi riyaziyyat suallarından D variantının suallarını, izahlarını yekunlaşdırdıq. Hər birinizə uğurlar arzulayıram. Gələn videolarda görüşərik. Sağ olun.